xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə 5 oktyabr 2025-ci il tarixində OTK-nın birinci sınaq imtahanında abituriyentlərə ünvanladığı riyaziyyat imtahanından sualların izahlarını paylaşacağım. Gəlin baxaq elə birinci tapşırığa. Verilmiş bu ədədləri müqayisə edin. Demək, verilmiş ədədlər sonsuz dövrü onluq kəsirlərdir. Onluq kəsirləri necə müqayisə edirik? Birinci tamlarına baxırıq, tamları bərabər olan. Kəsirlərin keçirik vergüldən sonra birinci onluq işarəsinə baxırıq. Onlar bərabərsə ikinci onluq işarəsinə və s. Bu cür müqayisə olunur. Diqqət yetirsəz, tamlar bərabərdir. Birinci onluq işarə A-da 4-dür. Deməli, ən böyüyü 4 olacaq. Çünki 1-dir, burada 2-dirsə, ən böyüyü A-dır. Sonra 2 gələn C-dir. Ən kiçiyi isə B-dir. B kiçikdir, C kiçikdir A-dan. A variantı. Çalışma 2. ABC üçbucağında BY tənböləndir. B-də 4-dür. Bu tənbölən verilib. Y medianların kəsişmə nöqtəsidir. Əgər medianların kəsişmə nöqtəsidirsə, onda AK ilə KC, BD ilə də DC bir-birinə bərabərdir. Əgər tənbölən və eyni zamanda BY median rol oynayırsa, onda növünə görə ABC üçbucağı bərabər yanlıdır. Onda AB bərabərdir BC-yə. BC 8-dirsə, elə AB də 8-dir. A variantı. Çalışma 3. A və B sadə ədədləri üçün 2A üzərinə gəl, 3B bərabər 12 olarsa, A üstə gəl, B cəmini tapın. Hətta bunu elə baxan kimi seçmə yolu ilə da yaza bilərsiniz ki, A2, B3-dür, 4 plus 9, 13-dür, biri 2-dir, digəri 3-dürsə cəmi 5-dir. Çalışma 4. 8 ədədin ədəd ortası 18-dir. Yəni, həmin ədədlərin cəmi 18 vur 8 bərabərdir 144-dür. Bu ədədlər arasından ədədi ortası 13 olan 3 ədədi çıxdıqda, əgər o 3 ədədin ədədi ortası 13-dürsə, həmin ədədlərin cəmi 39 deyilmi? Həmin bu 144-dən 39-un çıxıram. Geri qalır 105. Bizə də deyir, çıxdıqdan sonra qalan ədədlərin cəmini tapın. Qalan ədədlərin cəmi 105-dir. Çalışma 5. A bərabərdir. 5 çıxılsın, kökdə 2-dir. Moduldan bilirik ki, 5 çıxılsın, kökdə 2 çıxacaq. Mənfi kökdə 2-nin tam və kəsirini araşdırıram. Mənfi kökdə 2-nin tamı mənfi 2-dir. Modulcu özündən yuxarı kökdə 4-dən 2 çıxdığından. Çünki bilirik ki, verilmiş ədədin tam hissəsi özündən solda yerləşir. Yəni, mənfi 2-dir. Kəsir hissəsi 2 çıxılsın, kökdə 2-dir. Məndən tam hissə soruşulur. 5-dən mənfi 2. Cavabımız 3-dür. D variantı. Çalışma 6. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün A çoxluğunun 10, B çoxluğunun 8 elementi olarsa, A və B çoxluqlarının birləşməsinin ən çoxu neçə elementi olar? Baxın, əgər ki, çoxluqlar kəsişirsə, ki, deyir, kəsişməsi boş olmayansa, %100 kəsişir. Və ən azı onların kəsişməsinin bir elementini götürəcəyik. Çünki bizdən birləşmənin ən çoxunu istəyir. Birləşmənin ən çox olması üçün kəsişmənin ən az, yəni bir elementi olmalıdır. Onda A çoxluğunun 10-dan 1-ini çıxıram, 9. Açıq B-yə 9 qalır. Bu B çoxluğudursa, B çıxılsın A-ya. Bu 8-dən 1-ini çıxıram, 7 qalır. Onda A ilə B-nin birləşməsinin elementlərinin sayı 17 olur. Cavabımız C variantı. Çalışma 7. Eyni məntəqədən eyni anda hərəkətə başlayan 2 avtobusdan birincisi 36 dəqiqədən bir, ikincisi 40 dəqiqədən bir çıxdıqları məntəqədə olurlar. Ən azı neçə dəqiqədən sonra hər iki avtobus eyni məntəqədə olacaq? Biri 36 dəqiqədən bir qayıdır eyni məntəqəyə, 4 vur 9 yazıram. Digəri 40 dəqiqədən bir. 4 vurun. Niyə bu cür yazdım? İkisinin əbubunu ikisində ayırdım. İkisində də ortaq 4 var. Ortaq olmayan 9-dur. Onların əkobunu araşdıracağım. Əkobunu tapanda 40-ı 9-a vururam. 360. A variantı. Çalışma 8. A-nın hansı ən kiçik tam qiymətində verilmiş ifadənin qiyməti natural ədəd olar? A vurulsun
Sıfırın da bir dövrdə 3 yazıram. 90-da 13 çıx 1. 1 üzərinə gəl, 9-da 3. Yəni 90-da 12 bölünsün, ixtisar aparsam 3-də 1. 1-dən 3-də 1-i toplayanda 1 tam 3-də 1. Yəni 90-da 12 vurulsun, 3-də 4-ü tərsinə çevirsəm, 4-də 3, 4-də ixtisar getsin 3. Yəni 9 böl 90, bu da bərabərdir. A bölünsün 10. A-nın hansı ən kiçik tam qiymətində natural ədəd? Təbii ki, A onun bölənləri olmalıdır ki, bu tam ədədə çevrilsin. Ən kiçik olacaq elə 10. Y variantı. Çalışma 9. Verilmiş nisbət 2 olarsa, x plus y-in x minus y-ə nisbətini tapın. X üstə gəl 3y bərabərdir 8x-dirsə. 3y bərabərdir 8x-dən də x-in çıxıram, 7x. Y 7k-dır, x 3k-dır. Gətir burada yerinə yazacağım. 3k üzərinə gəl 7k bölünsün 3k çıxılsın 7k. Yəni 10k bölünsün mənfi 4k, mənfi 5 bölünsün 2. D variantı. Çalışma 10. Qarşılıqlı bucaqlardan biri 2x üzərinə gəl 4-dür, digəri 3x çıx 18-dir. X-i tapın. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. 3x minus 18-i 2x plus 4-ə bərabər etsəm, x də bərabərdir 22-dir. Y variantı. Çalışma 11. Məhsul 40% gəliri də 560 manata satılarsa, 20% ziyanla neçə manata satılar? 40% gəlir, yəni 140%-dir. Tənasüb qururuq. 140-a 560-dırsa, 20% ziyana, yəni 80-ə x-dir, x də bərabər 80-i 560-a vurub 140-a bölürük. İxtisar aparsam 140-la 564, 4-ü də vurduq 80-ə 320. A variantı. Çalışma 12. 6 kvadrat metr xalça 9 günə toxunursa, eyni məhsuldarlıqla 8 kvadrat metr xalça neçə günə toxunar? Tənasüb qururuq. 6-ya 9-dur, 8-ə x-dir. X də bərabər 8-i 9-a vurub 6-ya bölürük. Cavabımız 12-dir. C variantı. Çalışma 13. Düzbucaqlı üçbucağın iki bucaqlarından biri 32 dərəcə olarsa, digər iki bucağını tapın. Düzbucaqlı üçbucağın bilirik iki bucaqlarının cəmi 90 dərəcədir. Onda alfa bərabər 90-dan 32-sini çıxırıq. Bu da bərabərdir 58 dərəcə. C variantı. Çalışma 14. 1 böl A, üstə gəl 1 böl B boş olarsa, belə bir ifadənin qiymətini tapın. Gəlin ayrı-ayrı kəsirlərdə yazaq. A böl A 1 edir, üzərinə gəl 2 böl A, çıx 6 böl B. Bu 6 edir, qarşıda çıxma olduğuna görə topla 2 böl B. Bu bərabərdir 1-dən 6-sını çıxıram mənfi 5. Bu ikisində də 2-ni çıxarıram mötərizə xaricinə. 1 böl A, üzərinə gəl 1 böl B. Cəmin yerinə 5 yazsam, mənfi 5. Üzərinə gəl 2 vurulsun 5. Yəni, mənfi 5. Üzərinə gəl 10. Cavabımız 5-dir. Çalışma 15. İpin ucunda uzunluğunun 4də 1 hissəsi qədər kəsildikdə, ipin ortası 6 cm yer dəyişir. İpin əvvəlki uzunluğunu tapın. Baxın, bu olsun bizim ipimiz. Ortası 2də 1 deyilmi? Yəni, elə 4də 2 yazıram. Niyə? Çünki 4də 1-ə görə. 4də 1 hissəsini kəsdikdən sonra geriyə nə qədər qaldı? 4-dən 3-ü. Düzdür? Bəs bu 4də 3-ün yarısı 8də 3 deyilmi? Yəni, gəldi çıxdı bu 8də 3-ə və deyir, ipin ortası 6 cm yer dəyişdi. Yəni, 2də 1-dən çıxıram 8də 3-ünü, bərabərdir 6-ya. Yanlarına da x atıram, çünki məsafəni x götürürəm. Ortaq məxrəcə gətsəm, bunu 4-ə vuracam, 8-də 4x çıx, 8-də 3x 6-dırsa, 8-də 1x-imiz 6-dır, x-imiz 48-dir. Bizdən də əvvəlki ipin uzunluğunu soruşur, cavabımız 48-dir. Çalışma 16. ABC düzbucaqlı üçbucağında ACCB perpendikulardır. Yəni növünə görə düzbucaqlı üçbucaqdır. AB 20-dir, AC 12-dir,
A-da tənböləndir. C-də parçasının uzunluğunu tapın. Əvvəlcə C-B-ni Pifaqora görə tapırıq. 20-nin kvadratı çıxılsın 12-nin kvadratı. 400 çıx 144, 256. Bu da bərabərdir 16. Biz necə tənböləndə deyirdik ki, tənbölən çəkildiyi tərəfi qalan iki tərəflə mütənasib parçalara ayırır. Yəni, AC 12-dirsə, CD 12K-dır, AB 20-dirsə, DB 20K-dır. Onda ümumi 16-dırsa yaza bilərəmmi? 12K üzərinə gəlir 20K bərabərdir 16. 32K 16-dırsa, K-ımız 16 bölü 32, 2-də 1-dir. Bizdən CD-ni soruşur, o da 12K-dır. 12-ni 2-də 1-ə vururam, cavabımız 6-dır. Amma bu cür də yaza bilərsiniz. CD-yə x deyərsiniz, DB-yə 16 çıx x deyərsiniz, 12-nin x-ə, 20-nin 16 çıx x-ə olan nisbəti. Buradan da sağ solu 4-ə ixtisar aparsaz 3-dür, 5-dir. 5x bərabərdir 48 çıx 3x-dir. 3x-i sol tərəfə keçirdiniz, 8x 48-dir, x-ə bərabərdir 6-dır. Bu cür də tapa bilərsiniz, bu cür də araşdıra bilərsiniz. Çalışma 17. Verilmiş çoxluğun az çoxluqlarının sayını tapın. Çoxluğun az çoxluqlarının sayı 200 indüstri ilə hesablanır. Çoxluğun 3 elementi var, 2-nin kubu, 8 az çoxluğu var. Bu çoxluqlardan da yadımızda saxlayaq ki, biri alt, bir alt çoxluğu elə boş çoxluqdur. Geri qalanlarında hər hansısa bir elementlər var. Çalışma 18. Natural ədədi 4, 5, 6 nisbətində 3 hissəyə böldükdə alınan ədəd ən böyük ədəd. Bu ədədin neçə faizi olar? Birinci nisbətə baxıram. 4 hissə, 5 hissə, 6 hissəni topladım. 15 hissə. Bunların içində ən böyüyü 6-dır. 6-nı bölürəm 15-ə, vururam 100-ə. Bərabər 3-ə 2, 3-ə 5. 200-ü böləndə 5-ə alınmış ədədin, verilmiş ədədin 40% olacaq. Ən böyük hissə. Çalışma 19. AF CB-yə, CY-yə paraleldir. Yəni, bundan CY, AF deyil, AF, CY-yə paraleldir. Və eyni zamanda BF, BC, DF-ə paraleldir. Onda belə çıxır ki, mən bunu bu cür uzatsam, bunlar bir-birinə paralel olacaq. BAF bu 110 dərəcədir. AFD 30 dərəcədir. ABC, bizdən bu bucaq tələb olunur. Nə edirik? Bu bucaqla bu bucaq zaten uyğun bucaqlardır. Bir-birinə bərabər bu 30-da, burada 30-dur. Bu bucağı tapmaq üçün 180-dən çıxırıq. 110-dan 30-un cəmini 140-ı çıxsam, cavabımız 40 dərəcə. Çalışma 20. A və B vahiddən fərqli qarşılıqlı sadə ədədlərdir. Əbubu 3x minus 11, əkuba 2x plus 4 olarsa, A üstə gəl B cəmini tapın. Bilirik ki, qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir. 3x-imiz 12-dirsə, x 4-dür. Gətirib x-in yerinə 4 yazıram. Onda əkub AB bərabərdir 12 olar. Qarşılıqlı sadə ədədlərin əkubları onların hasilidir. Onda hasili 12 olan 1-dən 12 var, 2-lə 6 var, 3-lə 4 var. Qarşılıqlı sadə olduğundan. Bunlardan biri 3, digəri 4-dür. Ola bilər ki, B 3 ola, A 4 ola, fərqi yoxdur. Biri 3-dür, biri 4-dür. Bizdən cəm soruşur. 3-lə 4-ün cəmi, cavabımız 7-dir. Çalışma 21. Bostanın 5-də 2 hissəsi pomidordur. 4-də 1 hissəsi xiyar əkilsədir. Qalan 140 kvadrat metr hissəsinə isə badımcan ştilləri əkildi. Bostanın ümumi sahasını tapın. Bostanımız ümumi x olsun. Onda 5-də 2x, üzərinə gəl 4-də 1x, üzərinə gəl 140, həmin o x-də. Ortaq məxrəcə gətsək, birini 4-də 1-in 5-ə vursaq, 8-də 5, 13x, üzərinə gəl 140, x-dəsə, x çıxılsın 20-də 13x bərabər 140, bu edir 20-də 7x 140-dır,
X də bərabərdir 7 ilə 140 ixtisar getsin sağlı sollu 20. Çarpaz da vursaq 400 kvadrat metrdir. Cavabımız 400. Çalışma 22. Bərabəryanlı ABC üçbucağında AB BC 17 verilib, AD 9-da DC 21-dir. Bu edəni araşdırın. Bərabəryanlı üçbucaqda bu x istənilən tərəf olsun, istənilən bir xətt olsun. X kvadrat bərabərdir. A kvadrat çıxılsa nemin düsturunu tətbiq edəcəm. X bərabər kök altında 17-nin kvadratı çıx 9 vurulsun 21. Yəni 289 çıx 189 oldu mu 100? Cavabımız 10'dur. Çalışma 23. Məhlulda olan duzun miqdarını, duz bir də olsun su. Duzun miqdarını 10% artırdıq. Yəni oldu 1/1x. Suyun miqdarını 30% azaltdıq. 0.7y. Bunun çox asan bir qısa versiyasını deyəcəm. Baxan kimi cavablandıracağınız. Məhluldakı miqdar dəyişməzsə, yəni əvvəl də x plus y-dir, yəni x plus y qalsa, əvvəlki məhlulun duzluq faizi neçə faizdir onu araşdıraq. 1/1x üzərinə gəl 0.7y, x üzərinə gəl y-dirsə, sadələşdirsək 0.1x bərabər 0.3y, x bərabərdir 3y, x 3 hissədir, y 1 hissədir, düzdür? Cəmi məhlul 4 hissə deyilmi? Məhlulun faizlığını necə tapırlar, qatılığını necə tapırlar? Onda olan qatılıq duz 3 hissədir, ümumi 4 hissədir. Duzu bölürlər, ümumiyə vururlar 100-ə. Bu da bərabərdir 75%. Əvvəlki məhlul 75%li duzudur. Çox qısa bir düzdür. Bunu əsaslandırasınız, ya mütləq yazmalısınız, açıqlamasını yazmalısınız. Amma qapalı tipli testə düşübsə, biz normalda duzu bölürük, ümumiyə vururuq 100-ə. Düzdürmü? Bu tapşırığı yadınızda saxlayın. Qapalı tipli testə düşübsə, suyun dəyişməsin, bölün, ümumi dəyişməyə vurun 100-ə. Su 30 dəyişib, ümumi 10 burada, 30 burada. 40 dəyişib, vur 100. Bu yenə eləyəcək 75%li məhlul. Çalışma 24. 28 nəfərlik qrupda olan şagirdlərdən 10'u ingilis dilinə, 14'ü rus dilini bilir. 8 şagird isə bu dillərdən heç birini bilmir. Neçə şagird həm ingilis həm də rus dilini bilir. Birinci 28'dən 8'in çıxıram. Xarici dildə danışanların sayını tapıram. Sonra biri olsun rus dili, digəri ingilis dili. Rus dilindən 10, ingilis dilindən 14 nəfərdir, cəmi 20'dir. Mənə lazımdır kəsişmə. Düsturumuz bu deyildimi? NA birləşmə B bərabərdir NA. Üzərinə gəl NB, çıxılsın NA, kəsişmə B. Yəni 20 bərabərdir 10, üzərinə gəl 14 çıx x. X də bərabərdir 4'ə. 4 nəfər həm ingilis, həm də rus dilini bilir. Çalışma 25. Verilmiş düzbucaqlı üçbucaqda B bucağının sinusu 5'də 4'dür. AB 15'dəsə üçbucağın perimetrini tapın. Bura olsun, bu da B olsun. Bilirik ki, bucağın sinusu qarşıdakının hipotenuzu olan nisbətidir. Bu 4/5'dirsə, sizcə A çarpaz vursam 12 deyilmi? A oldu 12. Pifagora görə B'yi taparam. B kvadratı bərabər 15'in kvadrat çıx, 12'nin kvadratı. 225 çıx 144. Bu etdi 81. B'miz də oldu 9. Bizdən də soruşulur perimetr. 12 üzərinə gəl 9, üzərinə gəl 15. Bu da bərabərdir 27 ilə 9'u toplasam 36. Bununla da biz sizinlə 5 oktyabr 2025-ci il tarixdə OTK-nın abituriyentlər üçün təqdim etdiyi sınaq imtahanı suallarının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.